never slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. Roşun adın zaten yığışında çatladı. Yaz bilən bir Roşun. Amma mən bugün buna məcburam. Salam aleykum dostlar, sizə mən Roş. Birinci dəfədir ki, videoya bu qədər əsəbi, bu qədər gərgin start verirəm. Çünki bildiyiniz kimi uzun müddət idi, hardasa bir il idi ki, Zevslə mənim videolarım gəlmirdi. Yəni ümumiyyətlə, harda görsələr məni küçədə, orada, burada sual verdilər ki, bəs Roş, niyə Zevslə video çəkmirsən, nə bilim nə? Açıqlama vermirdim, susmuşdum, danışmayacaqdım da. Heç ümumiyyətlə Zevsin adını bugün çəkməyə mənim fikrim yox idi. Amma mən bugün buna məcburam. Bugün bütün nə qədər bağlı qalmış sirlər varsa, nə qədər belə deyək, Zevsin p***ları varsa, hamısını açıb tökəcəm ortaya. Buna da səbəb Zevs özü oldu, Zevs özü qaşındı. Zat deyir yüksək. Roşun səhv hərəkəti olub bir dənə. Bunu bugün açıqlıq deməyəcəm. Onu hələ səhv hərəkəti olub ki, mən o sözü desəm sizə, inanın ki, onun abonəsi sıfıra düşər. Yəni ki, deyim və bilin. Yəni onun elə ayıb bir şey olub da, yəni ki, mənə qarşı. Konkret də, yəni bilirsiniz necə? Yəni kişiliyə yaraşmayan bir hərəkət olubdur. Qısa konkret. Subutda, özdə konkret subutdur. Bu kadrlardan da özünüz gördünüz ki, Zevs artıq pirdeli keçdi. Yəni o qırmızı xətti keçdi. Bunu eləməməli idi. Madam ki, Zevs pirdeli keçib, mən də Zevsə göstərəcəm ki, pirdeli keçmək, həddini aşmaq, ağzıva gəlini danışmaq, bu qədər millətin qabağında bu boyda səhvə yol vermək nəyə bədəl olur? Görürük ki, indi Roş bunun atfetini necə verir? Boğazım da quruyub əsəbdə. Bilirsiniz ki, İlqar Vüqaroğlu ilə mənim söhbətim gedirdi. Hətta döyüşümüzə bir neçə gün qalmışdı. Buna görə də mən yəni ümumiyyətlə istəmirdim əlavə bir problem yaşayayım, əlavə bir məsələ çıxsın ortaya. Amma Zevs canlı yayımda birdən-birə keçdi İlqar Vüqaroğlu'nun tərəfinə və orada döndü, deyilməyəcək sözlər dedi. Yəni özünüz videoda onu gördünüz. Yəni onu mən təkrarlamağı özümə yaraşdırmıram da. Və bu azmış kimi İlqar Vüqaroğlu ilə əl-ələ verib, götürüb maşının üstünə nə bilim aftafa qoyurlar. Uşaqlar, uşaq hərəkətlər eləyirlər. Amma ki, bugün gördük ki, mən sizin necə cavabınızı verəcəm. Bugünə qədər Hüseyin Əzoğlu'nun yanında olub arvad partiki taxıb, nə bilim arvad videolar çəkən İlqar Vüqaroğlu. Artıq Hüseyin Əzoğlu'ya xəyanət eləyib. Artıq bugündən Hüseyin Əzoğlu Zevsin madam ki, bunlar birləşiblər. İki bacı birləşib. Bunlara sözün əsl mənasında Roş, İlqar Vüqaroğlu və Zevsə toy tutacaq. Getdik. Bəh, bu günləri çox gözəl və özəl bir gündür. Axır ki, iki bloger birləşdi. Bəli, və biz öyrəşmişik ki, İlqar Vüqaroğlu sevdiyi obraz həmişə qadın obrazı olub. Hüseyin Əzoğlu'nun yanında həmişə pariklə, bir donla geyinib. Ona görə də bu günləri İlqarı biz sevimli obrazına, yəni dona geyindirdik. Və bugün bu gözəl bir gündə yenə də kədər var. Əlində böyüyən İlqar Vüqaroğlu həmin şəxsin əlində böyüyüb. Gəlin görək kimdir? Çox kədərlənməyin. Həqiqətən də bugün mən çox acılı günümdür. Hələ demişim ki, bugün də mənim günümü biraz harman elimdə, şikalat elimdə, yəni acılı elimlər. O afşanda tutsam duracaq, neysə. Ülqal uşaq vaxtı əlində mən o qədər böyütmüşəm. Pişiyi də, bala pişiyi yox deyim ya. O yerdə gəldi Zevs. Aldı, apardı onu. İstədim ki, səninlə çəkilsin videolara. Sonra mən çəkilsin videoları. Mən nə edəcəm? Ağlama, kədərlənmə. Ne edəcəm indi mən? Kədərlənmə. Bax, bir dənə Zato. Bilirsən ki, Zevs kimi oğlandı yanında. Yəni Azərbaycanın bir nömrəli YouTuber. Bəli, birgə bunlar möhtəşəm bir layihələr verəcək. Heç yerə getmir, yaxşıdır. Əladır. Mən uşaqlar, yəni pükdür, vəziyyət əladır. Eybi yox da sənə yanında qadın obrazına çəkilməyə başqa
YouTuber Abi taparıq. yarıyır axı. Ata yine bunu seçdi. O bunu seçdi. Bunu seçdi. Profçada pro. Bu günə qədər bu şey Nəzoğlu yanında seçilirdi. iPhone 13 kimi pro deyə qədər bu nəfər eləyə biz indi bunu. Sən Max'ı da taparsan, problem yoxdur. Söz verəcək. İstədi. Bu günə qədər şey Nəzoğlu idi. İndi Zevsin yanında. Allah yox. Problem yoxdur ki. Xoşbəxt olsunlar, mübarək idi. Mübarək idi zarafatsız. Xoşbəxt olsunlar. Hansı xoşbəxt olunacaq o bilinmir. Və beləliklə bu xoş gündə iki blogerin birləşməyi şərəfinə, bəli. Roş öz ürək sözlərini deyəcək və Fərid Qaya öz ürək sözlərini deyəcək. Mən ürək sözüm o qədər ki, bu kamerada partlayır, yəni o deyəm mən. Mənim ürək sözüm odur ki, Zevs, bu part 1 idi, bu hələ giriş idi. Bax, siz döndünüz, dediniz ki, Roş... Bir dəqiqə deyən, Zevs birdən o Yunanistan'a aparar ha. Özü ilə, Allaha rastir aparsın. Aparsın da, Hades. Ha, problem yoxdur. Bu hələ part 1 idi dostlar. Bu hələ part 2-si gələcək. Zevs əslində kimdir? Onun bütün maskalarını açıb tökəcəm ortaya. Onun nə qədər... O deyirdi, elə bir sir var ki, Roş barəsində. Atsam, Roşun abunəsi sıfıra düşər. Roşun adını yığışdığında çatdan. Yazıb eləmiydi Roş haqqında. Rədd olsun, əsəbləşirəm yadıma düşəndə. O mənə hərəkət edib ki, onu desəm Allahın da olsun, çölə çıxanmaz uşaq yəni ki, onu ki, deyən deyiləm. Roşun bir dənə cəmi sirri ola bilər sənin bildiyin, amma mənim elə bir açıqlayacağım şeylər var ki, dostlar, onu eşitsəz, yəni Zevsi gördüyünüz yerdə... Nəyəsə ki, Zaur, madam ki, bu iki bloger birləşib, artıq bundan sonra bir yerdə videolar çəkəcəklər. Və bu şənliklə bağlı bu maşını hədiyyə verək. Yox, buna bağlı deyil. Məsələ var burada. Deməli, bu iki birləşən zütlü blogerlər maşın üstünə avtova qoydular ki, mənim əlimdə o avtovanın kadrını götürüb, məni maşınım əlimdən alsınlar. Mən də qərara gəlmişim ki, bu maşını elə bu cür. Bax, belə şəkildə. Ona görə vurmuşam bunu bura. Bəs bunu bura ona görə vurduq ki, bu bir xoş söz olmalıdır ya, yox, maşını hədiyyə eləyirsə, burada bir yaxşı bir söz olmalıdır da. Gedək, cəmaatın maşınını verək. Verək də. Xeyirli olsun, İlqar, xeyirli olsun. I'm saying bye to all the lies and all the times you cried, saying that I wasn't right, yet I was right by your side. You manipulator, playing games, your friends commentators, and I don't know what you say about our private